Mən özüm kinomexanik vəzifəsini qurtarmışam. Elə Cəbrayılda da kino işinə başlamışam 1973-cü ildən. Əskəri xidmətimi yerinə yetirəndən sonra, gələndən sonra ailə qurmuşam. Torpaq sahəsi verilibdi dövlət tərəfindən, ev tikmişəm. Kəndimizin ayağında öz evimizdə yaşamışam. 4 dövlət sahibi olmuşam. 1993-cü ildə biz erməni tərəfindən torpaqların işğal olundan sonra biz qaçmışıq. Övladlarımın demək olar ki, ikisi hələ balaca idi, yaşları az idi. Amma ikisi hardasa 3-6-cı siniflərə gedirdi. 4 övlad sahibiyəm. Ramit Hacıyev də haqqında danışaq belə deyək ki, kətdən vətənpərvər övladıdır. Vətənə bağlılığı çoxudur. İnsanlara ünsiyyəti, çox sevirdi insanları. Oradan da Bakıya didərgin gəlmişik. Kətdə mən özüm kino idarəsində işləyirdim. Xanımımız kolxoz təsərrüfatı ilə məşğul idi. Üzüm bağı becərirdik, tut bağı becərirdik. Kətdə həyatımız demək olar ki, çox gözəl idi. Özümüz əkirdik, becərirdik, işləyirdik. Mən qulluqçu idim, kino idarəsində işləyirdim. Səyyarı kino mexanik işləyirdim. Həyat yoldaşımın adına 1 hektar üzüm bağımız vardı, tut bağımız vardı. Becərirdik, uşaqlarımızla əllə verirdik. Hər bir şeyimiz bol idi. Hər bir şeyimiz yaxşı idi. Yaxşı da yaşayırdıq. Ancaq çox təəssüf ki, qonşularımız, pis qonşularımız bizi yaşamağa qoymadı. 30 ildir biz Bakı şəhərində yaşamadığımız yer, qalmadığımız yer olmadı. Axır ki, Allah prezidentimizin canını sağ eləsin. Dövlət tərəfindən bax, bu ev bizə verilibdir. İnşallah biz kəndimiz, rayonumuz qurulandan sonra da kəndimizə, kəsəyimizə qayıdacağıq. Bizim Bakıda yaşamağımız düzgün deyil. Biz kənd adamlarıyıq, rayon adamlarıyıq. Rayonumuza, evimizə, yerimizə, yurdumuza da qayıtmalıyıq. İnşallah onda Ali Baş Komandanın sayəsində, dəmir yumruğun sayəsində biz qayıdacağıq. Öz vətənimizə, öz yerimizə. Düzdür, Azərbaycanın hər tərəfi vətənimizdir. Ancaq doğulduğun yer, əsl vətən odur da. Əsl qan bax oradadır, torpaq oradadır. Bəli, əlbəttə demək olar ki, biz övladlarımızın hamısını birinci növbədə başa salırdıq ki, biz niyə məsələ üçün Bakı şəhərində yaşayırıq, nəyə görə belə vəziyyət belədir. Çünki bizim düşmanlarımız bizi öz ata-baba yurdumuzdan didərgin salmışdılar. Hamısı da övladlarım, hamısı da oxuyubdur, hamısı da kitabdan, qəzetdən, dəftərdən və mənim məlumatımdan hamısına Qarabağ haqqında, kəndimiz haqqında, rayonumuz haqqında bütün məlumatlar çatdırıldı. Elə o səbəbdən də bax, Ramit Hacıyev hərbiçi olmağa mən deyəndən sonra razılıq verdi ki, ata, mən hərbiçi olacağım. Ondan sonra da hərbiçi məktəbinə getdi, məktəbinə qəbul oldu. O hərbiçi idi, özünün verilişlərində də var, özünün şəkillərində də var. O, hətta general olmaq istəyirdi. Hətta o general məktəbinə gələcəkdi də. Sentyabr 20-si məktəbə gələcəkdi ki, bizim torpaqlarımızın azadlığı uğrunda döyüşə başlandı, çox təəssüf ki, gələ bilmədi. Vətənimizin uğrunda döyüşdü, öz dəstəsi ilə vətəni sevməsiydi, mayor rütbəsinə qədər yüksəlməzdi. Cəmsi o hərbidə 10 ildir işləyirdi, onun ərzində o mayor rütbəsinə qədər yüksəlmişdir. Özü də ən sevimli, ən gözəl qəhrəmanlardan biri idi ki, onun əskərləri də, komandirləri də, zabit yoldaşları da o şəhid olanda göz yaşları tökürdü. Demək olar ki, o barədə heç vaxt nə özü hərbiçimizin özü fikirləşirdi, nə mən fikirləşirdim. Heç bir zaman fikirləşmirdim ki, o dərəcədə savadlı və ağıllı bir hərbiçi erməninin demək olar ki, postların alandan sonra posta kamera qurulmuşmuş, onları kamera vasitəsilə görüblər ki, erməni postlarına giriblər. Onlar döyüş zamanı şəhid olmamışdılar. Ermənilər elə yenə öz pis niyyətlərini bildirərək onları postdan çıxmağa imkan verməmişdilər. Bizdə Azərbaycan tərəfindən artilleriya atəş açılmamışdır, komandir vurulmuşmuş. Bizim demək əskərlərimizi və zabitlərimizi erməni postunda minamyotdan, topdan, nə bilim tankdan boran duman eləyirlər də. Bir sözlə belə
çox dəhşətli orada bir atışma olubdu, ancaq bizimkilər heç nə eləyə bilməyibdi də. Ancaq ermənilər demək olar ki, orada o zabitləri, əskərləri o şeydən, yəni postdan çıxmağa imkan verməyibdi. Mənim övladım orada şəhid olmuşdur. 2 gündə neytral postda qalmışdır. Onu çox çətinliklə Bakıdan gedən xüsusi təyinatlılar çıxartmışdır. Demək olar ki, bir baba kimi Ramiddə gördüyüm hər xüsusiyyəti, hər xasiyyəti onlara mən danışıram. Necə vətənpərvər olduğunu, necə ailəsini, valideynlərini, bacılarını, qardaşını sevdiyini o gözəl balalarıma, nəvələrimə mən danışıram. İnanıram ki, Ramidin də balaları özü kimi həm savadlı, həm ağıllı, həm də baba, ana sözünə baxan bir övlad yetişəcəkdir. Buna mən əminəm, inanıram. Çünki mən onlarla həftədə bir dəfə görüşürəm. Onlar mənim yanıma gəlirlər. Demək, ayın 10-da biz 2-ci Fəxri Xiyabanda Abşeron rayon icra başçısı Abdin müəllimlə görüşümüz oldu. Abdin müəllim özü də məhtəl qaldı. O qızlar, o uşaqlar məni görəndə mən biraz gecikmişdim. Məni görəndə onlar nətər mənim üstümə qaçdılarsa, mən göz yaşlarımı saxlaya bilmədim. Demək, bu nədən irəli gəlir? Babanın nəvələrə sevgisindən, nəvələrin babaya sevgisindən irəli gəlir. Mən inanıram ki, mənim nəvələrim, mənim övladım kimi ağıllı və gözəl, savadlı gələcək nəsillər üçün yeniyetmələr olacaqdır. Deməli, elə ola bilərdi ki, əlbəttə, sevinç göz yaşları idi. Vətənimiz, torpağımız, Qarabağımız, Cəbrayılımız, kəndimiz, obamız azad olmuşdu. Bir tərəfdən buna sevinirdik, digər tərəfdən isə itirdiyimiz şəhidlərə görə göz yaşı axıdırdıq. Ancaq o göz yaşı o demək deyildi ki, dərddən, qüssədən yaranmışdı. O sevincdən yaranmışdı ki, yəni bizim şükürlər olsun ki, torpaqlarımız azaddır. Şükürlər olsun ki, elimiz, obamız, o boyda rayonumuz azaddır. Həyəcan çox idi. Kəndə gedəndə, rayona girəndə həddindən artıq həyəcan vardı. 30 il görmədiyin ağaçları, bulaqları, kəndi, evi görmək həyəcanlı idi. Mən bir Mərguri Köşkün kimi, bir şəhid atası kimi, bəli, Heydər Əliyevə inanmışdım. Sovet birliyindən, Sovet hökumətinin dövründən Heydər Əliyevi biz sevirdik, inanmışdıq. O hakimiyyətə gələn illəri. Allah rəhmət eləsin. Əbədi liderimiz köçəndən sonra, onun övladı İlham Əliyev gələndən sonra özü deyirdi, nə vaxt, necə, mən bilirəm ki, necə edəcəm. Biz inanırdıq ki, gec, tez bizim torpaqlarımız azad olacaqdır. Şükürlər olsun ki, Allah Ali Baş Komandanımıza can sağlığı versin ki, şükürlər olsun ki, bu dünyadan köçməmiş, o gün Allah bizə nəsib elədi. Demək olar ki, bizim Cəbrayıl rayonunda tikinti işləri başlayıbdır. Şəhərin mərkəzində tikinti 32 bina tikilir. 2024-də xeyli Cəbrayıllar oraya köçəcəkdir. Mən inanıram ki, bu yaxın vaxtlarda da bizim kəndi münəvrəsi qoyulacaqdır. Səbirsizliklə kəndimizə getməyi gözləyirik.